xoş gördük. Bu günləri İsrail kanalları və mediası belə bir məlumat yayıblar. Bir ki, İsrailin mediası və məlumatları demək olar ki, tamamilə doğru çıxır. Çünki İsrail kəşfiyyatı İran içində istədiyi formada fəaliyyət göstərir. Və məlumata görə İran prezidenti Məsud Pezeşkiyan öz istefa ərizəsini ali dini liderə təqdim edib. Müçtəba Xamneyi də bunu qəbul etməyib və sərt surətdə də qınayıb ki, yox, lazım deyil. Bu çox vacib bir məsələdir. Məsud Pezeşkiyanın çox ağır bir vəziyyətdə olduğunu göstəricisidir. Çünki Məsud Pezeşkiyan çox gözəl görür ki, bütün bu hadisələrin içində o məsuliyyət daşıyır, amma əlindən heç bir iş gəlmir. Bu gün Məsud Pezeşkiyan da özünü gülməli vəziyyətə düşməsini və yaxud da bu baş verən hadisələrdə heç bir iş görə bilmirsə, heç bir təsir imkanı yoxdursa, Sepahın qarşısında dura bilmirsə, Sepahı bundan vaz keçirə bilmirsə, ən yaxşı yol istefa verməkdir ki, həm öz simasını qorumaq, həm də xalqın liderinə çevirmək. Bilirsiniz ki, o əsasən Azərbaycanlıların kifayət qədər hörmət etdiyi bir şəxsiyyətdir və öz reytingini itirmək istəmir. Bugün prezident aparatının vəzifəsi yalnız kimsə öldükdə İsrailə və Amerikadan biz qisas alacağıq deməkdir. Bu da çox gülünc görsənir. İstər Laricanın ölümündə də eyni bəyanat, istərsə Xamneyinin ölümündə eyni bəyanat, generalların ölümündə eyni bəyanat. Bu çox ağır bir vəziyyətdir və nəzərə almaq lazımdır ki, hər kəs İranda öldürülür, amma Pezeşkiyana toxunulmur. Niyə görə Pezeşkiyana toxunulmur? Çünki Pezeşkiyan kifayət qədər rasional bir insandır. Və İsrail də, Amerika tərəfi də yəqin ki, onunla danışmaq istəyir ki, bu bizim xeyrimizədir. İkinci bir məsələ isə məhz Pezeşkiyan da heç bir iş görə bilmədiyinə görə özünü bu məsuliyyətdən kənarda tutmaq istəyir. Amma həm də Pezeşkiyan üçün çox ağır vəziyyət ondan ibarətdir ki, bugün Pezeşkiyan istefa verdikdə belə öldürülə bilər. O da çıxılmaz vəziyyətdədir. İstefa verib kənara çəkilmək də Sepah tərəfindən onun ölümünə gətirib çıxardılır. Çünki Sepah bugün terrorçu bir təşkilatdır İranda və ondan kənarda heç bir iş görmək mümkündür. Nə ona təsir edə bilirlər, nə də istefa verə bilirlər. Yəni çıxılmaz bir vəziyyətə düşüb. Eynən Azərbaycanda da xatırlayırsınızsa, belə hadisələr baş vermişdi Tərtər hadisələrində. Deməli, satqınlar milli insanları satqın çıxardıb öldürürdülər. Bugün Sepahın da içində minlərlə insan, demək ki, hər gün yüzlərlə insan deməli edam edilir. Nə üçün? Edamın da adı bundan ibarətdir ki, bunlar Mossadda işləyirmiş və biz bunları edam edirik. Bir anlıq düşünün. Sepahın ən ali rəhbərləri hamısı Mossadda işlədiyi bir şəkildə. Bəs öldürülən, edama göndərilən kimlərdir? İnandırıram sizə ki, bəlkə də edam edilənlər İranın ən sadiq müdafiəçiləridir. Amma edam edənlər, Mossad adı verib, agent adı verib edam etdirənlər isə elə Mossadın işçiləridir. Ona görə də bugün İranda çox dəhşətli bir çıxılmaz vəziyyət var. Prezident aparatı üçün çox çıxılmaz vəziyyətdir. Belə bir vəziyyətdə sənin reytinqin olsun, heç bir iş görə bilmə, istefa da verib gedə bilmə. Çünki istefa verdikdə, inanın, onu da çox asan surətdə öldürə bilərlər. İkinci bir məsələ isə müharibə. Bu günləri İsrail qüvvələri Xəzər dənizində artıq yerləşən İranın neft yataqlarını və limanlarını vururlar. Bu da bizim üçün yaxşı bir hadisə deyil. Çünki müharibənin Xəzərə enməsi, müharibənin Xəzərə doğru gəlməsi istər-istəməz Azərbaycanın da çox böyük bir platformaları Xəzərdə yerləşir və bu platformaların da təhlükə altına düşməsinə gətirib çıxarda bilər. Üçüncü bir məsələ isə Azərbaycan xalqı və Azərbaycan xalqı İran xalqına yardım adı altında kifayət qədər artıq humanitar yardımlar göstərir. Halbuki bu İranpərəstlər, İran kələnbaşları illərlə 1992-ci ildə bilmirik kimsə bizə kömək edib etməyib, amma illərdə deyirdilər ki, biz sizə kömək etmişik, biz sizə humanitar yardım etmişik. Baxın, bu günlərdə Azərbaycan xalqı, Azərbaycan dövləti İran xalqına humanitar yardım edir. Bizim o rejimlə heç bir əlaqəmiz yoxdur. Biz o rejimə nifrət edirik. O rejim Azərbaycan xalqının total düşmənidir. Biz yalnız və yalnız İran xalqına yardım edirik, İran xalqına kömək edirik və yaxud da ki, İran prezidenti Məsud Pezeşkiyana kömək edir. Mən əminəm ki, Məsud Pezeşkiyanın öldürülməməsinin ən böyük səbəblərindən biri onun Azərbaycanlı olması və kifayət qədər rasional fikirli olması ki, biz də böyük ehtimalla Azərbaycan rəhbərliyi ilə həm İsrail, həm Amerika işləyir və onun mesajlarının da çatdırılmasına mənim heç bir şübhəm yoxdur. Təşəkkür edirəm.